Borc bataqlığından çıxmaq üçün 5 addım. Borc hər kəsin həyatında ola bilər. Əsas məsələ ondan necə çıxmağı bilməkdir. Düzgün yanaşmayla borc yükünün yavaş-yavaş azaldılması mümkündür. İndi gəlin borcdan çıxmaq üçün 5 sadə addıma baxaq. Birinci addım. Borclarını tam siyahıya al. Əvvəlcə bütün borclarını yaz. Məbləği, ödəniş müddəti və digər məlumatları. Düşməni tanımaq mübarizənin yarısıdır. İkinci addım. Büdcə yarat və artıq xərcləri kəs. Gündəlik xərclərini izləməyə başla. Zəruri olmayan hər bir xərci azalt və o pulu borc ödəməsinə yönləndir. Üçüncü addım. Prioritetli borcu seç. Ən böyük məbləğli borcdan başla. Onu bağladıqca yük yüngülləşəcək və motivasiyan artacaq. Dördüncü addım. Kiçik qələbələri qeyd et. Aylıq borcunu vaxtında ödədinsə, özünü kiçik bir şeylə mükafatlandır. Bu, psixoloji motivasiyadır. Davam etməyə kömək edəcək. Beşinci addım. Yeni borclardan uzaq dur. Ən əsası, borc ödədiyin müddətdə yeni borc götürmə. Yoxsa başladığın yerə geri qayıdacaqsan. Unutma, borcdan çıxmaq zaman və səbir tələb edir. Addım-addım irəlilə və maliyyə azadlığına doğru yaxınlaş.